को देखिए कितने मिनट Deməli dostlar, Burcuman Moldayaq mağazanın adını öncədən göstərmişdim. Buradakı bütün məhsullar brenddir. Brend hansı ki mağazalarda qalıb, lakin ölçüləri yoxdur. Hamısını yığdılar bu mağazaya və endirimdən satırlar. Yəni hansısa bir brend məhsulları gəlib buradan endirimli qiymətə əldə edə bilərsiniz. Misal üçün buketdir. Bu satılıb. Misal üçün yalnız 40 razmeri qalıb, digər razmerləri yoxdur. Onu gətirib burada endirimlə satırlar. Təxmini 100 dirhəm, 200 dirhəm, 400 dirhəm bu fərqli qiymətlərədir. Normal qiymətlərədir, yəni çox da baha deyil. 200 dirhəmimiz 50 dolara yaxındır. Hazırda sizi mağazanın digər məhsullarla tanış eləmək istəyirəm. Misal üçün Adidasdır. Neçəyədir? 109 dirhəm. Bu da qəşəng görsənir. Sonra şalvarlardır, kitlərdir, paniklərdir. Burada hətta Puma'nın məhsulları var. Yəni mən Puma brendini çox sevirəm. Düzdür, bu alt paltarlardır. Lakin hər biri endirimdədir. Burada belə yubqalardır. Hər cür, hər tərzdə. Burada belə şalvar var. Bu şalvar misal üçün 49 dirhəmdir. 49 dirhəm çox ucuzdur. Neçədir görəsən? Çox aşağı qiymətli şalvar. Nə bilim, bəlkə də təxmini bəlkə də 20 manatdır. Bu da çox qəşəng bir şalvar. Mən pink rəngləri çox sevirəm. Amma əlbəttə ki almayacağam. Çünki qiyməyə lazımdır. Qiymədən ala bilmirəm və 65 dollar yazır, amma qiyməti yox. Bir dəqiqə. Bu da 49 dirhəmdir. Çox qəşəngdir. Bu da keyfiyyətlidir. Çox qəşəng və keyfiyyətlidir. Almaq olar. Sadəcə bir mərkə eləmək lazımdır. Bu neçədir? Bu da 50 dirhəmdir. 49 yəni. Bu cür şalvarların hamısı 49 dirhəmdir. Hər rəngdə var. Hər modeldə var. Baxın, fərqli. Yəni bunların hər biri əslində çox baha qiymət satılır brend mağazalarda, lakin tək ölçülər qaldığı üçün gətiriblər qoyublar bura və endirimli qiymət satırlar. Bu da çox qəşəngdir. Rəngdir, hər rəngə çalır. Bu da çox qəşəngdir. Bunlar ev giyimləridir. Burada ketlərdir. Ketlər 200 dirhəmədir. 200 dirhəm də 50 dolara yaxındır. Bayaq qeyd eləmişdim. Misal üçün belə qutqalardır. Bu neçədir? Qoy baxın. 19 dirhəm, 20 dirhəm, 10 dirhəm 5 manatdırsa, 20 dirhəm də 10 manatdır. Baxın, bu 10 manata. 10 manata. Biraz 20 manata falan olacaq. Belə qutqalardır. Neyse 10 manata 20 manata qəşəng məhsullar tapa bilərsiniz burada. Baxın belə platiyalardır. İndi içindən yaxşılarını seçmək olar. Səbrən baxmaq lazımdır. Burada veçerni paltarlar da var, səhv eləmirəmsə. Aha, veçerni paltarı neçəyədir? Sadəcə 100 dirhəm. Çox sərfəli qiyməti. Burada misal üçün brend eynəklərdir. Bu Gucci neçədir görürsən. Üstündə etiketi yoxdur. Misal üçün bu 149 dirhəmdir. Bunlar 300 dirhəm, 400 dirhəm baxır. Fərqlənir hər bir qiymətlər. Burada belə ətirlərdir. Misal üçün çanta. Burada hər bir şey var. Misal üçün ev dekorlarıdır, uşaqlar üçün. Geyimlərdir. Oyuncaqlardır. Çantalardır. Hər bir şey var. Qarışıqdır yəni. Burada uşaq üçün adel də var. Burada ketlər, kurtkalar tapmaq olar. Aha, bu. Deməli bu neçədir? Bir dəqiqə telefonu qoyum.
Etiketi yoxdur ki. Sadəcə 150 dirhəm. Çox qəşəng də keyfiyyət var. 150 dirhəm sadəcə. Qardaşımı ala bilərəm. Görürsən, yaxşı olsa qardaşımı ala bilərəm. Dostlar, gəldik Burjuman Mall'un ən yuxarı mərtəbəsinə, restoran olan hissəsinə. Bu restoran Pakistan restoranı və bu da Pakistan və İndiya yeməkləridir. Bunlara masala deyirlər və aşları. Bu nədir? Bunlar da Pakistan. Bunlar yiyir. Cipslər. Bunlar yağda qızarır. Mən yemirəm. Deməli, bundan Kamboçada görürdüm bu yeməklərdən. Bunlar Çin mətbəxi, səhv eləmirəmsə. Aha, burada Çin mətbəxi var bir dənə. Ayda Çinlilərin yeməklərinin elə pisi gəlir. Çox dəhşətli gəlir. Bunların yeməklərini bilmirəm. İndi burada necədir? Bunlar maketə oxşayır uşaqlar. Yeməkdən çox maketə oxşayır bunlar. Aha, sushiləri. Maraqlıdır. Maraqlıdır uşaqlar. Aha. Gördük. Bunlar nə yeyirlər? Bunlar da balıqla aş yeyirlər. Aha, bunlar Manila street food. Bunlar küçə yeməklərdir uşaqlar. Manila Filippinin paytaxt şəhəridir. Bu arada qeyd edeyim, mən Filippinə getmişəm. Oradan bilirəm. Manila. Manchuri chicken. Bunlar da maraqlıdır. Gəldik bura. Burada belə kokteyllər var. Maraqlı kokteyllər. Bizim xanımımız bu kokteylləri çox bəyənir. Ona görə gəlmişik bura. Dostlar, içində belə bunlar kofelər və buzlar olmalıdır.